ربنا عليك توكلنا وإليك أنبنا وإليك المصير. İnsan Allahı daim xatırlamalıdır, çətinliyə düşəndə yox. Bəzən bir qism insanlar bizim cəmiyyətdə də var, çətinliyə düşəndə Allah yada düşür. Bu belə olmamalıdır. Kim Allahı çox yada salacaqsa, Allah da onu çox yada salanlardan olacaq. Əzkuruni əzkurukum. Təsəvvür edin, bu ayə Allah 7 qat səmanın üzərindən bunu insanlığa bildirir. Məni xatırlayın, mən də sizi xatırlayın. Aləmlərin Rəbbinin öz qulunu xatırlaması, yadına salması, zikr etməsi o qul üçün böyük şərəfdir. Təsəvvür edin. O Allah deyir ki, məni xatırlayın, yada salın, mən də sizi yada salım. Və ona görə Allahı çox xatırlamaq lazımdır. Və insan sıxıntılı vaxtında yox, nə qədər ki geniş, rahat, əminamanlıq içərisində Allahı yada salarsa, Allah da onu sıxıntılı anlarından çıxardar.